Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Burnum düştü. Bak kardeş. Növbəti ailədir ki, göstər zəhmət olması. Yaxına gel bak. Budur. Düşə vermişli. En güzel şey. Buna bak. Qışda açırsan 4-5 dəfə yemək olur bu yumurta vurup. Bak yağımız da var təbii. Kara yağıdır. Elhamdülillah. Əti de göster. Xahiş edirəm deməsinlər. Bak ətdir. Bir de ailəyə verən inşallah. Bismillah. Şimdi bu evi görüp diyecekler ki ay Allah. Ay bu evi vermiyorlar mı? Olacak. Niye dediniz? Gelin ben. Deməli biz bir neçə ay önce bu evi çəkəndə ev doğrudan da pis gündəydi. Evin üstünü. Bizim elanımızı görəndən sonra Xaricə yaşayan bir tane dayımız var, aksakalımız var. Allah ondan razı olsun. Şəxsən bura Balakana gələndə göstər zəhmət olmasa bak. Evin üstünü təmənnasız, heç bir şey tələb etmədən elhamdülillah dəyişdirdi. Allah yanında olsun. Gel. Gel qardaş. Cevap zəhmət olmasa. Evin belə görünməyinə baxmayın. Bu evde 3 nəfərlik aile yaşayır. Betonun üstünde burada palazlardır. Yani taxta, pol heç nə yoxdur. Deməli, mən nə xoşlayıram, əslində insanlar işləməyə çalışır. Bu evin ailə başçısı, qardaş, bazarda fəhləli işləməyə çalışır, araba sürüb pul qazanmağa çalışır, tümlə iş çağırsa onu eləməyə çalışır. Havalar soyuq olduğuna görə, özdə ağrıdığına görə çox da işləyə bilmir. Burada bir anamız təpədə yaşayır, heç kəsi yoxdur. Beləqar kəndində siz də gəlib yardım edə bilərsiniz inşallah. Selamun Aleyküm və Rahmetullah.